Hər kəsə salamlar. Bugünə qədər biz süni intellektlə mətin yaratmağı, məqalələr yazmağı, rəsmlər yaratmağı, hətta rəsmlər üzərində edit etməyi öyrəndik. Və artıq bu gün nəhayət süni intellektlə video yaratmağı öyrənirik. Gəlin Flow AI aləti ilə yaxından tanış olaq. Əvvəlcə Google və yaxud hər hansısa bir axtarış brauzerində Flow AI yazırıq. Daha sonra çıxan ilk sayta daxil oluruq. Sayta daxil olub qeydiyyatımızı tamamladıqdan sonra Flow ilə yaradın düyməsinə sıxırıq. Və budur, artıq qarşımızda səhifə yaranır. Yeni layihə yaradın butonuna sıxdıqdan sonra qabağımızda belə bir səhifə açılır. Açılan səhifədə eynilə aşağıda olan hissəyə biz yaratmaq istədiyimiz bir videonun promptunu daxil edirik. Gəlin prompt yazmaq üçün ChatGPT-yə müraciət edək. ChatGPT-yə dəniz kənarında gəzən bir qız üçün mənə prompt yazmanı xahiş edəcəm. Və artıq daxil etdiyimiz prompt əsasında ChatGPT bizə mətni hazırlayır. Daha sonra həmin mətni kopyalayaraq yenidən Flow-a gedirik və burada mətn hissəsinə yapışdırırıq. Yuxarı hissədə biz VO3-ün VO3 fast hissəsinə daxil olduqda burada bizim 3 pəncərə qarşılayır. Birinci pəncərədə biz videomuzun Instagram və ya YouTube ölçüsündə olduğuna qərar veririk. 16:9 və ya 9:16-ya ölçü seçimləri mövcuddur. Daha sonra yan tərəfdəki pəncərədə biz tək bir promptla neçə video yaratmaq istədiyimizi seçirik. 1, 2, 3 və yaxud da 4 kimi seçənəklər mövcuddur. Biz 2 videonu seçirik və burada model hissəsini seçirik. Biz videomuzda əgər danışıqların olmağını istəyiriksə, VO3 fast hissəsini seçə bilərik. Bu beta audio əsaslı bir növüdür və VO3 fastı seçdikdən sonra artıq Generate düyməsinə basırıq. VO3 bizə artıq bir neçə saniyə içərisində möhtəşəm videonu hazırlayır. Bunun üçün sadəcə bir neçə dəqiqə gözləmək kifayətdir. Və budur. Artıq VO3 bizə videonu hazırladı. Gəlin videolara baxaq. Beləliklə dostlar, biz Flow AI-ın daxilində olan VO3 vasitəsilə bir neçə saniyə içərisində istədiyimiz kimi möhtəşəm yüksək keyfiyyətli videolar hazırladıq. Gələn videolarda görüşənədək.